Şirvanşahlar Sarayına doğru gedərkən bir anlıq dayanmalı olduq. Çünki qarşımıza Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri Əlağa Vahidin heykəli çıxdı. Əlağa Vahid əsasən qəzəlləri ilə tanınır və klassik poeziyanın müasir dövrə daşıyıcısı olan şairlərdən biridir. Onun heykəlinin ətrafında isə kiçik bir park yaradılıb və buraya xüsusi bir ab-hava qatır. İndi isə keçək əsas nöqtəyə, Şirvanşahlar Sarayına. Şirvanşahlar Sarayına girməmişdən əvvəl isə biletləri elə bu ərazidən əldə etdik. Şirvanşahlar Sarayına yaxınlaşdıqca ətrafdakı mənzərə insanı bir anlıq dayandırır. Buradan baxanda içəri şəhərin qədim ruhu tam hiss olunur. Daş divarlar, dar küçələr və uzağa açılan o gözəl mənzərə. Hamısı birlikdə çox xüsusi bir görüntü yaradır. Elə ilk baxışdan hiss olunur ki, bura sadəcə bir tarixi yer deyil. Və artıq Şirvanşahlar Saray kompleksinin daxilindəyik. Bu həyət illər əvvəl saray həyatının mərkəzi olub. Həyətə daxil olan kimi bu yerin sakitliyi dərhal hiss olunur. Sanki şəhərin səs-küyü bir anda kənarda qalır. Burada gündəlik həyat gedir, insanlar hərəkət edir, müxtəlif saray işləri görülürdü. Təsəvvür etmək maraqlıdır ki, bir vaxtlar bu həyət şahın və saray əyanlarının gəzdiyi məkan idi. İndi isə biz eyni məkanda gəzirik və o keçmişi hiss etməyə çalışırıq. İçəri keçdikdə maraqlı hadisələrdən biri ilə qarşılaşırıq. Burada sanki o dövr canlandırılıb. Şahın, vəzirin hərəkət etdiyi səhnələr. Daha sonra isə müxtəlif silahlar diqqət çəkir. Qılınclar, nizələr və digər döyüş alətləri. Bu otaq həmin dövrün həm hərbi gücünü, həm də həyat tərzini daha yaxından hiss etməyə imkan verir. Burada gəzdikcə insan sadəcə baxmır. Sanki o dövrü hiss edir. Hər otaq, hər detal səni biraz da keçmişə aparır. Daxil olduğumuz otaqların birində isə yerdə müxtəlif növ xalçalar nümayiş olunur. Bu xalçalar sadəcə bəzək üçün deyil. Onların hər biri Azərbaycanın qədim sənətini və mədəniyyətini əks etdirir. Naxışlara diqqət etdikcə görmək olur ki, hər bir detalın öz mənası və öz hekayəsi var. Xalçaların rəngləri, naxışları o dövrün zövqünü və estetik anlayışını açıq şəkildə göstərir. Daha sonra isə keçmişə aid müxtəlif əşyalar diqqətimizi çəkir. Burada gündəlik həyatda istifadə olunan qablar və digər əşyalar nümayiş olunur. Bu əşyalar vasitəsilə o dövrün həyat tərzini daha yaxından təsəvvür etmək olur. Bəzən ən sadə görünən əşya belə keçmişin izlərini özündə daşıyır. Daha sonra isə maraqlı bir səhnə ilə qarşılaşırıq. Burada sanki keçmiş yenidən canlandırılıb. Musiqi səslənir, insanlar hərəkət edir və o dövrün saray mühiti göz önündə canlanır. Bu cür səhnələr insanı sadəcə izləyici yox, sanki həmin dövrün bir hissəsi kimi hiss etdirir. Bir anlıq elə gəlir ki, tarix burada hələ də yaşayır. Daha sonra isə Şirvanşah 1-ci Xəlullahın adına rast gəlirik. Burada onun haqqında məlumatların yer aldığı divar lövhəsi təqdim olunur. Xəlullah Şirvanşahlar dövlətinin ən mühüm hökmdarlarından biri hesab olunur. Və bu sarayın tikilməsi də məhz onun dövrünə təsadüf edir. Sonra isə diqqətimizi bu cür incə işlənmiş sinilər cəlb edir. Hər bir ornament sanki ayrı bir hekayə danışır. Üzərindəki naxışlar olduqca zərif və detallı şəkildə işlənib.
Bu qablar yalnız istifadə üçün deyil. Eyni zamanda estetik və mədəni dəyər daşıyırdı. Bu detallara baxdıqca o dövrün zövqü və incəliyi daha aydın hiss olunur. Burada isə dövrün musiqi alətləri nümayiş olunur. Bu alətlər saray mühitində musiqinin nə qədər önəmli olduğunu göstərir. Hər biri özünə məxsus səslə o dövrün ruhunu əks etdirirdi və saray həyatına xüsusi bir ab-hava qatırdı. Bu sadəcə başlanğıc idi. Ən maraqlı hissələr isə hələ qabaqdadır. Davamını isə növbəti hissədə bizimlə birlikdə izləyə bilərsiniz. Bu kimi videoları izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın.